Xırdalanlı Aydın. Bugün meyxana aləmində ən populyar adlardan biri. Gənc meyxana nəslinin aparıcı qüvvələrindəndir. Bu söhbət məsələsində ya meyxanadan avara olur, ya araqçı, nəşə çəkir. Bu ümumiyyətlə tək meyxananın üstündədir ki. Belə baxanda onsuz da bizim indi sənət xadimlərimizin birini araq yeyir, birini nəşə yeyir, birini sigaret yeyir. Tək bu meyxananın üstündə olsaydı, deyərdi ki, onsuz da bizim bütün indi sənətin növlərinə baxırsan, hər kəsdə bir defekt ola bilər. Tək meyxanada deyil bu, aktyorlarımızda da var, güclü araq içən aktyorlarımız da var, məsəl üçün. Hər cür rəssamlarımız var, cürbəcürdür, amma belə də baxanda indi sənət o demək deyir ki, onu nəşə ilə göstərəsən və yaxud araqla göstərəsən. O bir adətdir. Ona qalsaydı, Ağasəlimin bir sözü var ki, onda gələk, Rusların hamısı meyxanadan olardı. Meyxanadanlar özləri bunu yaxşı bilirlər. Yeri qəndə meyxana sənətinin haradasa anlayışı olanlar da bilirlər ki, meyxana deyəndə əvvəlcə sxemdir də, planı yığırsan beynində, məsəl üçün. 4 misra söz deyəcəksən, əvvəlcə axırıncı misralarını düzəldib qoşursan, əsas fikri tapırsan, sonra şeiriyyata salırsan. Burada bir şey yoxdur. Zaman vaxtı, məsəl üçün, mənim 17 yaşım var, mən çıxmışam 25-30 yaşlı sənətkar, mən istər-istəməz məndə bu, o mütləq olmalı ki, mən sıxılmalıyam orada da, istər-istəməz bu, hər bir meyxanada ola bilər. Bu, hər bir meyxanada da olub. Uşaq vaxtından, indi məsəl üçün, mən Allah şükür ki, indi 23 yaşım var, 17 yaşım yoxdur. Aradasa özümün də bir damcı, yüngülvarı da olsa anlayışım güclənir. Belə də ki, çətinliyi, əsas adamı Allah çətinliyə salmasın, belə çətinliyi, o çətinliyi olsa da boş şeylər adamız. Allah adamı çətinliyə salmasın.